İranın İslam İnqilabı Keşikçiləri Korpusundan bugün verilən təcili xəbərdarlıq, özü də Amerika bazalarına yer vermiş ölkələrə verilən təcili xəbərdarlıq artıq güzəşt bitdi. Digər tərəfdən isə Türkiyədə, İstanbul şəhərində Siyonist rejimin konsulluğunun yanındakı atışma xəbərləri gəlir. Son məlumatlara görə 2 nəfər yaralanmışdı, bizim əlimizdə olan məlumatlara görə 3 nəfər isə öldürülüb. Salam, əziz və hörmətli bacı və qardaşlarımız. Son proqramımızda, dünənki proqramımızda xəbərdarlıq etdiyimiz üzrə bu həftə və bundan sonraki 1 ya 2 həftə ərzində qeyd etdik ki, qarşı tərəfin döyüş meydanındakı ağır məğlubiyyəti səbəb olacaq ki, hadisələr döyüşün ən pik nöqtələrindən birini bizə göstərsin və ya elə ən pik nöqtəsini bizə göstərsin. Gözlədiyimiz kimi bu hadisələr bugündən və gecədən elə reallaşdı. Xəbərlər bir-birinin arxasıca gəlir. Qarşı tərəf çarəsizliyinin son həddinə çatdığına görə İran İslam Respublikasının bir neçə neft kimya zavodu, yəni infrastrukturalarından, enerji infrastrukturalarından bir neçəsinə və bir neçə körpüyə hücum etdiyinə görə İranın İslam İnqilabı Keşikçiləri Korpusu və İran ordusu sözün həqiqi mənasında bölgədə növbəti ən qara günlərindən birini bu gecədən və indiki, bugünkü vaxt ərzində onlara yaşatmaqda davam edir. Deməli, gəlin istəyirsiniz əvvəlcə siyahıya baxaq ki, İran hansı bölgələrə daha ağır zərbələr vurub və hansı əsas xəbərdarlıqları düşmənə və qonşu ölkələrə verdi. Çünki o xəbərdarlıqların içərisində çox mühüm, önəmli nöqtələr var. Bugünümüzə və gələcəyimizə aid. Deməli, İran Amerika Birləşmiş Ştatlarının bölgəmizdəki Ərəbistanda məxsusən yerləşən ən böyük neft kimya komplekslərinə qarşı şiddətli hücumlar həyata keçirib. Çox şiddətli hücumlar həyata keçirib. Bu da dediyimiz onların infrastrukturalara doğru hücum cəhdinə cavab olaraq həyata keçirilib. Bunun ikisi çox önəmlidir ki, hər ikisi hakimiyyəti tamamilə satılmış və Trump tərəfindən dəfələrlə təhqir olunmuş Səudiyyə rejimində yerləşir. Belə ki, bunun birincisi Səudiyyə Ərəbistanının Cümeyl məntəqəsində, Cümeyl şəhərində yerləşən və Amerikanın şirkətlərinə məxsus Sadra, ExxonMobil və Dark Chemical şirkətlərinə məxsus bölgədəki ən böyük neft kimya kompleksi İran silahlı qüvvələrinin və məxsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun ağır raket və geniş miqyaslı, İran ordusu tərəfindən də geniş miqyaslı dron hücumlarına məruz qalaraq ağır ziyana məruz qalıb və ağır ziyan alıb. Qeyd edək ki, bu neft kimya zavodu ki, Ərəbistanın Cümeyl şəhərində yerləşir, Amerikanın bir növ döyünən ürəyi olmaqla yanaşı dünyada neft kimya məmulatlarının 8%-ni təşkil edirdi. İkinci ağır zərbə İran tərəfindən Səudiyyə Ərəbistanının Əl-Cüəymə bölgəsindəki Amerika şirkətinin Shorten Phillips şirkəti neft kimya kompleksi də yenə də İslam İnqilabı Keşikçiləri Korpusunun orta mənzilli raketləri və geniş miqyaslı dron hücumlarına məruz qalaraq demək olar ki, sıradan çıxıb. Bundan əlavə İran ordusu hal-hazırda İran ordusu Siyonist rejimin işğal olunmuş torpaqlarındakı cənub hissələrə yaxın həyati əhəmiyyətli sənaye obyektlərini darmadağın edir. Hal-hazırda geniş miqyaslı raket və dron hücumları həyata keçirilir. Nəqəb bölgəsində, Dimona yaxınlıqlarında. Bundan əlavə Amerikanın silahları və təchizatlarının təmir olunan yerləri həm ərəb ölkələrində, həm də Siyonist rejimin işğal etdiyi torpaqların cənub hissələrində ağır hücumlara məruz qalır. Amma bütün bu qısa məlumatlardan sonra gəlin baxaq xəbərdarlığa. Və məxsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun bugün 99-cu dalğa, hücum dalğası kontekstində verdiyi böyük xəbərdarlıqlara ki, çox mühüm nöqtə var. Bu xəbərdarlıqlardan öncə dünən axşama sizi aparmaq istəyirəm. Bu son 24 saat ərzində Livan Siyonist rejim obyektlərinə və həssas həyati obyektlərinə, istəyir Heyfada olsun, istəyir şimal bölgələrində olsun, 61 əməliyyat həyata keçirdi. Təkcə Livanın
Və Suriyada da artıq Kərrar-ı-Şamdan sonra digər bir müqavimət cəbhəsi açılıb və Livan müqaviməti və Suriya müqaviməti Suriyanın işğal olunmuş Qolan təpələri ki, Golan təpələridir, Siyonistlər tərəfindən işğal olunmuş Golan təpələrindəki obyektləri də zərbələr indiriblər. Və maraqlı fakt budur. Xəbərdarlığın əslində bugünkü xəbərdarlığın müqəddiməsi dünən axşam İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Hava Qüvvələri Baş komandanı Sərdar General Musavi tərəfindən qoyulmuşdu. Dünən axşam o bir xəbərdarlıq etdi. Dedi, bundan sonra dominovar zərbələrimiz başlayır. Məxsusən bütün bölgədə və Siyonist rejimin işğal etdiyi torpaqlarda. Dominovar zərbələr də bilirsiniz nədir? Dominovar zərbələr hərbi taktikada və hərbi dildə bir ərazini vurursansa, bu ərazi, məsələn, işğal olunmuş torpaqlar, ya məsələn Təl-Əviv, işğal olunmuş torpaqların şimalından başlayırsansa vurmağa, qurğular qurulur, aparatlar qurulur, hərbi aparatlar, məsələn, İranda sayı bilinməyəcək qədər çox olan və qarşısı artıq işğal olunmuş torpaqlarda alına bilinməyən ağır ballistik raketlər və dron aparatlarının qurğuları qurulur. Adi dalğalar kimi lanserlər üzərində hər dəfə gəlib düymə bassınlar filan, xeyr. Bu qurulur zəngli saat kimi, bir neçə dəqiqədən bir. Bir ərazini, məsələn, işğal olunmuş əraziləri vurursa, şimaldan başlayır vurmağa, o ərazinin orada olanlar qaçır biraz cənuba, ortaya tərəfdir, mərkəzə tərəf, bir neçə dəqiqədən sonra qurulmuş aparatlar oranı vurur. Domino şəklində aşırda gedir. Dünən Sərdar Musavi gecə bu xəbərdarlığı etdi və bugün indi oxuyacağım 99-cu dalğa və 2 dənə, 3 dənə nümunə saydığım dalğanın bəyaniyatından əlavə həmin Sərdar Musavi işğal olunmuş torpaqların Siyonist sakinlərinə bir xəbərdarlığı da elə bax bu dəqiqələrdə etdi ki, əvvəllər deyərdi, məsələn, bunkerdən kənarda durun, neft kimya zavodlarından kənarda durun, hərbi obyektlərdən kənarda durun, deyir, elə demir. Deyir, olduğunuz hər yeri boşaldın. Bu, dünənki onun verdiyi xəbərdarlığı təsdiqləyir ki, dominovar zərbələr başlayıb. Hər kəsin canı özü üçün. Və maraqlı bir fakt da budur ki, elə dünən gecə bu xəbərdarlığın yanında General Musavi bir sözlə işlətdi. Döyüş gözlədiyimiz həssas nöqtəsinə qədəm qoyub. İşğal olunmuş ərazilərin şimal tərəfi, yəni Livanın cənubu, Livan müqavimətinin vurduğu tərəflər də artıq Sərdar Musavi deyir ki, Siyonist rejimin ordusu oranı buraxıb, başlı başına buraxıb. Artıq oranı müdafiə eləmək gücünə malik deyil. Bütün fikrini əsasən Təl-Əviv və Hayfaya yönəldib və General Musavi bunun yanında dedi ki, Hayfanı da şumlamışıq. Bax, bu ibarəni, bu ifadəni İranın rəsmi televiziyasında da aşağıda da verdilər. Şumlamışıq ifadəsini işlətdi. Ki, Hayfanı elə şumlamışıq ki, bizim raketlərimizin qarşısına çıxan da sistemlər yoxdur artıq. Yəni, tamamən sıradan demək olar ki, çıxıb. Bunun yanında artıq 2 raket buraxan lanserləri də bugün General Musavi bəyanatını verdi, bax bu dəqiqələrdə. Amma İslam İnqilabı Keşikçiləri Korpusunun 99-cu dağıdıcı dalğası ki, indi bu dəqiqədə davam edir. Bu dalğa kontekstində verdiyi bəyaniyyə nədir və xəbərdarlıqlar nədir? Bu xəbərdarlıqlar 1, 2, 3 çox önəmli nöqtəni özündə ehtiva edir ki, mən hazırlamışam. Onu ki, əvvəldə qeyd etdim, güzəşt bitdi qonşu ölkələrə, yəni o ərəb ölkələri ki var, Amerika bazalarını özündə barındırır. Belə deyir, biz Amerika Birləşmiş Ştatları və onun tərəfdaşlarının infrastrukturundan istifadə edərək Amerika və müttəfiqlərinin gələcək illərdə neft və qazından məhrum qalmasını təhmil edəcək. Yəni, onların infrastrukturlarını həm Amerika Birləşmiş Ştatlarının, həm onlara artıq özündə yer verən ölkələrin öz infrastrukturlarını da ki, onlar əsasən asılıdır. Bütün infrastrukturaları bilirsiniz. İstəyir qida baxımından, istəyir elektrik enerjisi baxımından əksəriyyəti 80%-dən yuxarı asılıdır və 1-2 nöqtəyə mərkəzlənib. İranın nöqtə vuran raketlərinin yemidir. Və əsasən də neft və qaz ki, sağmal inək kimi onun pulunu milyardlar, bəzən trilyon dollarla Amerikaya verirdilər. İnqilab Keşikçiləri Korpusu burada deyir ki, bütün Amerikaya bağlı və Amerikanı özündə saxlayan ölkələrin öz infrastrukturalarını elə işdən salacaq ki, belə deyək də, gələcək illərdə də bərpası mümkün olmayacaq ki, artıq bir neçə gündür bəziləri Qətər və Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri əsas bəzi infrastrukturaların, məxsusən neft, qaz, emal zavodları və istehsal zavodlarının
tamamilə bir çoxunun sıradan çıxdığı və artıq geriyə qayıda bilməyəcəyini, yəni telafi edilə bilməyəcəyini, bərpa edilə bilməyəcəyini deyirlər. Özləri bunu qəbul edir. Sonra nə deyir xəbərdarlığında? Amerikanın region tərəfdaşları da bilməlidirlər ki, yəni bu məxsusən bu həmin ərəb ölkələri, bu günə qədər biz mehriban qonşuluq naminə böyük güzəşt və təmkin nümayiş etdirmişik onlara qarşı, qonşuların özlərinə. Və qisas almaq üçün hədəflərin seçilməsində çox tərəddüd etmişik, diqqət eləmişik. Yəni ki, onların özlərinin, öz ölkələrinin infrastrukturalarına zərbə vurmayaq. Lakin bundan sonra bütün tərəddüdlər artıq aradan qalxıb. Yəni, bu bilirsiniz bir növ Trump'ın da ay İranı daş dövrünə qaytaracaq məsələsinə cavabdır ki, Trump'ın özü daş dövründən əvvələ qayıtmalıdır. Heç onun tərəfdarları elə daş dövrünə qayıdacaq ki, inşallah, artıq bərpa edilə bilməyəcək. Bu gələcəyə də Allahın verdiyi ilahi qüdrət və dəfələrlə vurğuladığımız məkr bumerangı çərçivəsində baxanda o deməkdir ki, qarşı tərəfində ağıllı bütün hərbi, siyasi, analitik və ekspertlərinin də neçə gündür bar-bar bağırdıqlarına əsasən dünyada artıq bir hegemon ortaya çıxıb, o da İran İslam Respublikasıdır ki, artıq Fars körfəzi ölkələri, ərəb ölkələri ki, bu qədər satqınlıq elədilər, bu qədər qüdrətimizə baxmayaraq sizə bir sizin infrastrukturlarınıza ya sizin bir necə deyirlər mənafeyinizə toxunmadıq ki, Hörmüz boğazını da açmışdıq, açıq qoymuşduq, rahat gedirdiniz. Bundan sonra qara günlərimiz başladı. Gələcəyə dünənki proqramımızda qeyd etdiyimiz məsələnin digərini də təkrarlayıram siz üçün. Orta və uzun müddətli strateji olaraq Hörmüz boğazını əlində saxlayan İran İslam Respublikası qarşı tərəfin bütün əsas infrastrukturaları ən az 10 il sonra bərpa edilə bilərsə, bəziləri edilə bilərsə, əgər ki, bəziləri bərpa edilməyəcək, bu gediş Hörmüz boğazına daha çox, yəni dolayısıyla İrana onları məcbur daha çox möhtac saxlamalıdır. Məsələ buradadır. Ona görə İran İslam Respublikası deyir ki, güzəşt bitdi. Yadınıza gəlirsə, bəzi proqramlarda tez-tez bir misalı vururdıq. Rasiski multfilm var idi, dizi filmi. Bizim uşaqlıq vaxtlarımızda verərdilər. Deyirdi ya, Leopold, 2 dənə muş, bir dənə combul, bir dənə arıq sıçan Leopoldla başını oynatırdılar, bu dinmirdi, amma bunlardan qüdrətli idi. Hər seriyanın axırında necə bitirdi? Bunlar axırda Leopoldu qəzəbləndirirdilər bu pişiyi. Bunların başını oynatandan sonra yalvarıb ağlayırdılar. Leopold qayıdıb deyirdi ki, Ribiyata davayte jit drujna. Yəni, dedim, zor gücündən qeyri bir güc başa düşmədiniz. İndi yenə deyirəm, gəlin adam kimi drujna, dostluq içərisində yaşayaq. Bu misalı bir neçə dəfə vurmuşduq. İş gedir, o tərəfə çıxır Allahın izni ilə. Əlbəttə, qarşı tərəf namərdliyinin dünənki proqramda söz verdik və bugün də bunu təkrarladıq ki, reallaşır bu hadisələr. Namərdliyinin göstəricisi olaraq görəcəyik və görməkdəyik ki, məsələn, hansısa körpüyə vursun, hansısa məsələn, infrastrukturalardan enerji obyektinə vura bilsin, neft obyektinə zərbə atsın, nə bilim. Yəni, bilirsiniz, dünən, səhv eləmirəmsə, Türkiyəlidir, NATO'nun keçmiş generallarından birinin müsahibəsi, o yaxşı dedi. Dedi ki, mən baxıram Amerikanın bu biabırçı vəziyyətinə. Mən onların göndərdiyi pilotların yerinə xəcalət çəkirəm. Bu pilot gələndə, bu boyda üzərinə ad qoyulmuş döyüş, biz belə eləyəcəyik, biz İranı neytrallaşdıracağıq, rejimi dəyişəcəyik, filan edəcəyik, nüvə enerjisini əlindən alacaq, raketlərini əlindən alacaq. Heç bir hədəfi reallaşmayan bu pilot, qırıcı pilotu deyir, gəlib, məsələn, bir ölkədə İranda hansısa bir körpüyə uzaqdan bir raket atdı, körpüyə dəydi ki, körpü sonradan təmir olunmasıdır. Bu heç. Bunu deyir, bu utanacaq deyir bu pilot ki, qaydanda ki, bu əməliyyatda sən nə iştirak etdin, hansı mühüm obyektləri vurdun ki, hədəfizə çatasız. Bu əvvələn utanacaq demək ki, hədəfə heç çatmadıq, heç məğlub olduq, heç. Bəs hansı əməliyyatda iştirak elədim, heç nə, mülki vətəndaşların körpüsünə attım. Məsələ budur. Amma İranda qəşəng bir taktikanı seçib, son 2 gündə dediyimiz bu xəbərdarlıqları dünənki Sərdar Musəvinin xəbərdarlığından bu yana, artıq onlar Siyonist rejim dəmir yol qxəbərdarlığını eləyən kimi yenidən bir dəfə də dəmir yol vurdu İran onlarda. İranda yenə də deyirəm, ərazi Allahın lütfu ilə həm nemət çoxdur, neft, qaz ehtiyatlarına görə, neft, qaz, bahəm ehtiyatlarına görə dünyada birinci yerdədir. Neft ehtiyatına görə də dünyada ilk 2 ya ilk 3-dən biridir. Səhv eləmirəmsə, ya 1-dədir, ya 2-də olmalıdır. Digər təbii ehtiyatlar, resurslar, qızıl resursları və ölkə böyükdür, genişdir və ölkədə olan infrastrukturalar və hərbi obyektlər yeraltı və yayılmış haldadır. İstəyir silah arsenalları olsun ki, 90-100-ə yaxındır. İstəyir raket və dron şəhərcikləri olsun ki, 110 təqribən, hələ mənim əlimdə olan məlumat, mən bildiyimə görə budur.
Ən az bilinən budur. Mümkündür biz də zərbə yeməliyik. Əlbəttə döyüşdür, dünya ilə döyüşürük. Amma söhbət hədəflərin reallaşmasından gedir və döyüşdə Allahın bizə vəd elədiyi qələbə və yaxında reallaşacaq inşallah qələbədən sonra qarşı tərəfin rüsvayçı şəkildə qaçacağı qələbəmizdən sonra o Leopold misalındakı kimi o siçanların rolunu oynayan satqın ərəb hakimiyyətləri neynəyəcəklər? Əllərindəki infrastrukturaları əllərindən çıxır. Və bundan daha pisi, bunların infrastrukturaları gələcəyinə əldən çıxır heç. Və bu infrastrukturalar bir çoxu bərpa edilə bilməyəcək heç. Daha pis budur ki, həm bugünkü indi dediyim xəbərdarlığa əsasən, həm Amerikanın ki qoyub qaçandan sonra bazaları ki 17 bazası yerlə yeksan olub təqribən və ərəblərin öz bazaları, istəyir hərbi, həm istəyir infrastrukturaları baxımından. Onlar şiddəti artırdıqca İran 10 qat artırır. Bu əllərində o ərəblərin özlərinin əllərində qalan infrastrukturalarından bir neçəsi 5 ilə 10 ilə bərpa ola bilərdisə, bu şiddətli hücumlar artdıqca onlar da qoşulacaq bərpa edilməyəcəklərin sırasına. Deməli, İnqilab Keşikçiləri Korpusunun birinci xəbərdarlığının əsas hissələrindən 2 nöqtəsinə toxunduq. Və bundan əlavə daha əsas hissə ki, son hissəmizdir, belə deyir, belə qeyd edirlər ki, əgər Amerika Birləşmiş Ştatları terrorçu ordusu qırmızı xətlərimizi keçərsə, cavabımız regiondan kənara çıxacaq. Regiondan kənara çıxacaq, istəmirəm vaxtınızı çox alam, bu geniş bəhsdir, neçə şaxəli bəhsdir. Amerikada bəzən hadisələr baş verir. Mən demirəm, %100 kimin işidir. Amma bəzən görsən bir körpü havaya uçdu. Dünən ya bugün oldu bu hadisə. Bəzi neft emalı zavodunda ehtiyat yerlərindən havaya uçanlar oldu. Keçən səfər Kaliforniyanın işığı söndü. Bir, bu məsələ var. 2, regiondan kənara hara çıxa bilər? Amerikanın hansı yerdə mənfəətləri, mənafeyi var, düşünün. Afrika ölkələrində mi deyək? Və bu vacib də deyil, sırf hərbi baxımdan olsun. Kəşfiyyat tərəflərini düşünək, iqtisadi tərəflərini düşünək. Avropanı nə gözləyə bilər? Regiondan kənarda bu tərəfdir də. Asiyada bəzi mənafeyləri var. Bunları da düşünmək lazımdır. Hər halda bu çox önəmli xəbərdarlıqdır. Türkiyədə baş verən bu hadisə də yenə də mən təhlil etmək istəmirəm. Çünki yeni xəbərlər gəlir. Tam aydın xəbərlər yoxdur bu biz indiki çəkiş etdiyimiz saata qədər. Amma iki başlı da ən azı. Ona görə tez tələsik təhlil etməyə dəyməz. Ya o tərəf, ya bu tərəf. İki başlı bir məsələdir. Amma hər halda bu bir şey göstərir. 3 ildir iddia etdiyimiz qloballaşan azadlıq cəbhəsi və oyanış dalğasına daha bir fırtına qoşulacaq və Türkiyəli qardaşlarımız bu dalğanın böyütməsinə səbəb ola bilər bu hadisə. Çünki bir terror rejimi olan rejimin konsulluğu İstanbulda və bu konsulluğa qarşı bir neçə dəfə Türkiyənin qeyrətli əziz xalqının nümayəndələri və qardaşlarımız var idi ki, orada etiraz aksiyaları da keçirdirdilər. Və bu genişlənə bilər, hər halda genişlənə bilər. Kürəcikə tərəf, yenidən İncirliyə tərəf etiraz dalğalarının böyüməsinə səbəb ola bilər. Hər halda iki başlıdır. Qarşı tərəfində iş olsa, bir qeybi zərbə də olsa. Bütün bunlarla yanaşı bir nöqtəni bilmək lazımdır ki, Allahın vədi həqdir. İnnellezine qalu Rabbunallah thumma istaqamu. Allah buyurur, bu yolda mənə bu bəndələr lazımdır. Dünyada da və həqiqi həyatlarında da bu bəndələr qalibdir. Hansı bəndələr? 1. Dedilər ki, bizim Rəbbimiz, işlərimizi idarə edən və bizim özümüzü idarə edən Rabbunallah, Allahdır. 2. Bunu deməklə qalmadılar. İddia edib, ey filan kəs deyə iddia eləmədilər. Thumma istaqamu. İstiqamət göstərdilər. Bu, döyüş dəfələrlə dediyimiz məsələdir. Müqavimət döyüşüdür. Kim daha çox? 1 saat çox, 1 gün çox, zaman baxımından və ruhiyyə baxımından daha çox qarşı tərəfin, necə deyərlər, biləyini sıxıb əyə biləcək. Və Allahın vədəsinə və verdiyi ilahi qüdrətə əsasən görünür. Bütün qarşı tərəfdə, neytral tərəfdə, bu biri cəbhədə, öz cəbhəmizdə hamı bir ağızdan bilir ki, və bunu təsdiq edirlər ki, psixoloji baxımdan, sosial baza baxımından və digər sektorlarda siyasi, diplomatik, hərbi, kəşfiyyat baxımından üstün əl İslam Respublikası İrandadır, əlhəmdülillah, və azadlıq sevər cəbhələrdə.
Ona görə də yaxın günlərdə sözünü verdiyimiz o pik həddə çatma bu gün, bu gecədən və bu gün ərzində özünü göstərir. Bu davam edə bilər. Sürprizlərimiz inşallah qarşıdadır və Allahın qəribə bir və ya 2-3 ola bilər möcüzəsi də görsənə bilər bu günlər ərzində. Hər halda dua ən böyük silahlarımızdan bəlkə başında dayanır. Fiziki gücümüz ola bilər filan. Bunları vəzifəmizdə yerinə yetirməliyik. Hardana gücümüz var. Amma ixlas və duadan kənara qalmayaq. Qəlbən dua edək. Həqiqətimiz olan Allaha fitrətimizlə, ağlımızla özümüzü qaytara bilək, birləşək. Onda görəcəyik ki, sübh yaxındır. Sizləri sübhün sahibinə əmanət edirik.